Hər dəfə sual verdim ki, Əhməd hardadır? Deyirlər öz hesabına məzuniyyət götürüb və gedir Vyetnamda tarakan yeməyə. Adama qardaş bəs sizdə bir dənə, iki dənə gəl çıxdı. Gəl çıx, sən demə. Əhməd nəinki Vyetnama, o cümlədən Asiya ölkələrində bir neçə ölkəsində olub. Sabahın xeyir olsun. Hər vaxtınız xeyir olsun. Xoş gəlmisən. Bizim diqqətimizi bir Azərbaycanlı olaraq verici yeməklər çəkdi orada. Əgər bilmirəm ona yemək demək mümkündürsə, nə dərəcədə doyumculdur? Doyumcul qətiyyəndir. Sadəcə insanlarda elə sırf maraq yaratmaq idi məqsəd. Çünki bizim balaca bir bloqumuz var yoldaşımla və mən demişdim ki, biz orada 50 dənə video paylaşsaq, sadəcə onların biri tarakan çəyirtkə yemə videosu olsa, hamı ondan danışacaq. Elə də oldu. Yəni o boyda iş görüblər ha. Yəni gediblər. Sən bu efirə gəlmə səbəbi biləs o çəyirtkələr. Bilirəm. Elədir də, trendə düşmək üçün gərək fərqli nə isə edəsən həmişə. Yəni hər kəsin etməyəcəyi və yaxud da etməkdən çəkindiyi bir şeyi edəsən ki, yadda qala biləsən. Yaxşı, çəyirtkənin dadına baxmış bir insan kimi. Bəli. Dadı necədir? Dadı ümumiyyətlə onu o qədər orada qızardırlar ki, bəli. Ümumiyyətlə yoxa bərabərdir. Yəni yağ hiss eləyirsən, ədviyyat hiss eləyirsən, duz, bir də xırçıldayan bir nəsə. Yəni burada qəbahət bir dad gəlmir ki, səni narahat eləsin ümumiyyətlə. Bir də yemərəm. Ancaq dadı yoxdur deyə və sən bunun çəyirtkə olduğunu fərqinə varırsan deyə, sən onu oturub Azərbaycanlı olaraq 1 kilo yarım, yəni onlar kimi yeyə bilməzsən. Amma burada belə bir şey var da. İndi biz deyirik çəyirtkə, digər böcəklərin falan adını çəkirik. İndi səhər tezdən çox da dalbadal hallandırmaq istəmirik. Tut aparaq qızardaq kimi bir anlayış yoxdur da. Çox güman ki, onlar yeyilməsi üçün xüsusi hazırlanan, xüsusi nə bilim, qulluq edilən, bəslənən, bəslənən deməli həşəratlardır. Yoxsa yox? Ferma işi kimi onları da hər halda bağdan, bostandan yığmamaq üçün dənə-dənə, çünki onlar kiloqramlarla istifadə olunur. Hər halda onların çoxaldılması üçün də bir nəzərdə tutulan yerlər var. Keçən dəfə xəbər gəlmiş ki, Dağıstandan bizə xeyli çəyirtkələr gəlib. Gələ Vyetnamdan o aşpazları çağırardıq ki, Vyetnam yox, Tayland. Bəli. Bu Taylandda olur. Bəli, çünki Vyetnamın adına xələl gətirmək istəmirəm. Vyetnamda belə bir şey yox idi. Yəni o barədə, görmədim. Yəni nə şəhərdə uzaqbaşı gecə bazarları deyilən bir şey var. Vyetnamda. Night market. Orada sırf yeməklərdir. Orada sən krokodil əti satırlar. Yox. Sadəcə olaraq axşamlar oralar belə bir yer kimi, bazar kimi olur. Ancaq sırf yeməklər satılır orada. Yəni tərəvəz almırsan. Gedirsən noodlesdur, yəni suplarıdır. Onlar oturursan balaca masalarda orada yeyib gedirsən. Bax elə bir marketləri var və orada ilan əti səhv eləmirəmsə ola bilər və yaxud da krokodil əti ola bilər. Bu yəni Avropada da delikates kimi yeyilən məhsullardır. Yəni çəyirtkə qədər məncə bir fiasko deyil də, yəni böyük bir şey deyil. Su ilanıdsa ola bilər. Yəni bizdə də yeyirlər su ilanını. Su ilanı və yaxud da ki onlar o qədər növləri var ki, heç bəlkə də Azərbaycanda yoxdur. Onlar sırf yeyilmək üçün uyğun ilanlar nəzərdə tutulur. Yəni ən bahalısı krokodil əti olub. Hər halda yemədiyim üçün. Yeməmsən. Bəli, xeyr, onu yemədim. Səni kasıb durur. Biz çəyirtkə ilə davam. Çəyirtkə daha ucuz başa gəlir. Yaxşı, bax, səfər etdiyin ilk ölkə hansı idi? Vyetnam? Ümumiyyətlə. Yox, Bakıdan çıxdın. Bakıdan çıxdım, ilk getdik biz Taylandda, Bankoka. Bangkok. Bəli. Orada vizanı elektron həll elədiniz. Bəli, hər iki ölkə üçün viza elektron həll olundu. Bangkok və Taylanddan söhbət gedir. Yox, Tayland və Vyetnamdan. Vyetnamla bizim aramızda axı viza sərflənirsə, yox, viza var, 2 günə verilir. Asanlaşdırıblar. Yəni elektron viza aldınız. Bəli, ümumiyyətlə sanki hansısa saytda qeydiyyatdan keçirmiş kimi ad, soyad, e-mail, nömrə və bir-ikidən pasportun şəkli, yəni çox belə o qədər primitivdir ki, yəni viza yoxdura bərabərdir. Sadəcə olaraq informasiya verirsən ki, bu tarixdən bu tarixə ölkənizə girəcəm. Yəni Tayland daha maraqlı gəldi yoxsa Vyetnam? Baxır, əgər səyahət eləyən şəxs səyahət edərkən hansı məqsədlə evdən çıxıbsa, nə axtarır, bəli. Hər iki ölkənin yaxşı şey tapmayacaq. Taylanda mən bir ad qoydum ümumiyyətlə. Tayland böyüklər üçün Disneylanddır.
Bəli, böyüklər üçün. Çünki Ölkə orada adı dəyişib. Sadəcə özü orada həddən artıq Mickey Mouse və Minnie Mouse-lardan qorumalısan. Mən belə başa düşdüm. minimal olmuş Mickey Mouse. Bəli, Mickey Mouse-lardan qorumalısan. Yəni ümumiyyətlə azadlıq, Taylanddakı azadlıq mən heç bir ölkədə görməmişəm. Millət hətta bəzi məqamlarda vulqar belə gəlir o azadlıq. Yəni biz elə bir azadlığa öyrəşən millət deyilik. İstəmirik. Hə, istəmir. Yox, necə Avropalılar istəmir? Ya, ölkəmizə özləri gətirmək istəmərik. Ancaq məsəl üçün getdin bir həftə, insanlar belə yaşayır, belə də yaşayır, dedizdirən ölkədir. Yəni bunun da normaları var. Bunu da çərçivəyə sala biliblər, norma çərçivələrinə sala biliblər və o sənə dünyanın böyük və fərqli olduğunu hiss elətdirir, bəli. Ancaq Vyetnam hələ də kommunist ölkəsidir. Ona görə Niyə də hələ də ciddi maraqlı gəldi. Yəni kommunist ölkəsidir. yəni hə, kommunist. Ola dəyişmək kimi bir niyyəti yox. yoxdur və ona görə hardasa niyə hələ də dedim? Çünki hardasa köhnə Rainbow'u gördün Azərbaycan, orada. köhnə Leninin heykəlini gördüm. Nə danışırsan? Bəli, böyük Lenin heykəli qabağında güllərlə bəzəyiblər. Yəni Bilsəydim buradan özümlə aparıb orada yaxşı pula satardım Leninin heykəlini. Yəni bu ola bilər ha, mən sənə deyim. Bax gör Sumqayıtda arasa qalıbsa, Harda köhnələrdə zavodu qıradı falan atıblar, ot bağ. İnanmıram. Götür ol apar Tayland, Vyetnamda bilsən nə gedər, neçəyə gedər. Vyetnamın məsəl üçün biraz memari tərəflərindən danışmaq istəyirəm. Əgər mövzunu dəyişməyə okeydirsə, yəni başqa nəsə sualınız varsa. Yox, biz səni dinləyib, sənin danışıqlarına əsasən sual verəcəyik. Yəni proqramın formatı bundan ibarət. Toxunmaq istəyirəm memari tərəflərinə, Taylandla Vyetnamın arasında. Taylandın memarlığını daha çox sevdim. Məsəl üçün müqayisə eləyirdik də bu iki ölkəni. Vyetnam daha çox Çin üslubunda. Bəli. Ancaq Taylandın özünə məxsusdur məbədləri. Yəni Tayland hətta hiss olunur ki, bu ölkə varlı ölkə olmayıb. Məsəl üçün Avropada gedirsiniz kilsəyə baxsınız, gotik tərzdə eləyirlər, hər detal işlənir və yaxud da qızıl çalışırlar istifadə eləsinlər. Onlar pafosu və dəbdəbəni, yəni üstünlüyü göstərməyə çalışırlar ki, bir kilsə o birisindən daha gözəl, daha bahalı görsənsin. Ancaq burada sadəcə boşqablar var da. Boşqabları qırırlar. Məbədlərinin üzərindəki naxışları o boşqablarla verirlər. Yəni burada xüsusi bir şeylərdən istifadə eləmirlər. Ancaq o qədər detallı eləyirlər ki, bunu boşqabların qırılmasıdır, ya onların düzülməsidir. Sadəcə insan şoka düşür. Yaxşı mənada şoka düşür onların məbədlərinə baxanda və onlar da buddist məbədləridir də, bilirsiniz və bir detal mənim fikrimi cəlb elədi. Onların məbədlərində pilləkənlər normal pilləkənlərindən daha böyükdür. Hündürdür və istənilən məbədə girəndə qapılarının ağzında sanki bir 30-40 santlıq təxmini yenə bir çəpərmi deyim, bir maniyemi deyim ki, durur. Sən onun üzərindən keçəsən. Mən soruşdum ki, bunun səbəbi nədir? Onun səbəbi o idi ki, sən məbədlərə girəndə ümumiyyətlə baş aşağı girəsən. Ayağının altına baxıb girəsən. Dik başla girməyəsən məbədin içinə. Hörmət əlaməti olaraq həm pilləkənlərə qalxanda ayağına baxasan, həm ən başda yekədir, sanki dağa dırmaşırdın. Yəni bir addımını atmaq səndən güc tələb eləyirdi. Və maraqlı tərəfləri bu idi. Yəni mən də gəlir ki, Taylandlılar eskalatorla tanışlıqlar olmayıb deyə ona görə. Yəni o məbəd, amma sizə düzdür. Bəli, mən də bu faktı bir neçə nəfərdən danışanda keçmişəm ki, həqiqətən də yəni iri addımlar atmalısan. Yəni bu məsələdə biraz standartlara uyğun deyil. Bizdə hətta bir dəfə bir usta tanış bir nəfərin bağını cəldirdi. Tayland pilləkənləri cəlmişdi onu. Söktürüb təzədən cəldirdi. Azərbaycan pilləkəni. Azərbaycan pilləkəni cəldirdilər. Yəni standarta uyğun olmalıdır. Şəhər adamında Əhməd İsayevlə danışırıq. Vyetnam və Tayland təcrübəsini bölüşür. Cavidin reklamından əvvəl sonuncu danışmaq istədiyi mövzu meyvələr idi. Ekzotik meyvələr.
Hansı meyvədir səni maraqlandıran? Yəni fərqi yoxdur sözün açığı. Ümumiyyətlə meyvə alış-verişi elədinizmi? Yəni qiymətlər kifayət qədər yəqin ucuzdur bizdən fərqli olaraq. Qiymətlər məqamı çox maraqlıdır. Sən Taylandda qiymətləri 4 fərqli qiymət görə bilərsən. Turistik ərazidə, olmayan yerdə, daha lokal yerdə. Yəni hər şey. Məsələn, mən orada bilmirəm manqonun qiyməti neçədir meyvədən gedir. Mən mangoya bizim pulla tutalım ki 4 manat da verdim bir stəkanına. Mən mangoya 2 manat da verdim. Az qala 50 qəpik də verdim. Niyə? Çünki sən harda almadın? Bir də mən Bangkoka ilk düşdüyüm gün bir günə $200 pul xərclədim. Elə bildim bu normaldır. Amma normal deyildi. Çünki sən ikinci gün onu artıq başa düşdüm ki, istənilən yerdə yemək olsun, əyin başına hədiyyə almaq olsun, ya əyin başı almaq olsun, istənilən yerdə qiymət qırmalısan. Sən 2 qat, 3 qat qiyməti sənə daha çox deyirlər və sən onu qıra bilirsən. Məsəl üçün deyirlər 500 bat tutalım ki, sən onu 250-yə, 200-ə qədər saldıra bilirsən. Yəni burada belədir. Bunu sən deyirsən ki 500 bat versəm özüm bataram. Hə, elə bata getdim. Bunu 250 batla yola qoyar. Birinci gün elə bata getdim. Elə bildim, bir də axşam otelə gələndə gördüm ki, yox, nəsə düz deyil. Bir də euforiya da olur. Bəs hardan bildin ki, qiyməti öldürmək lazımdır? Çəkib kömək elədi yoxsa? Yox, orada yaşayan bir tanışımız var, yoldaşımla. Biz onunla ikinci gün onunla görüşdük. O özü Almandır, orada yaşayır. Toyumuza da gəlmişdi. Almandır? Hə, bəli, özü. Onunla orada tanışdınız? Yoldaşımın tanışıdır. Universitetdə, o İtaliyada universitetdə oxuyub, orada tanış olubdu. Hə. Və bu dostumuz bizə dedi ki, siz harda gəldi, qiymət qırın. Mən də dedim ki, özdə mən yaxşıyam eləşəyim. Gəncədə böyümüşəm, biz qiymət qırmağı bacarırıq. Dedim, mən bilmirdim. Sən birinci günü bilmirsən axı ki, bu düzgündür. Bəzi yerlərdə var ki, qiymət qırmaq ümumiyyətlə mədəniyyətsizlik hesab olunur. Sən o mədəniyyəti tam başa düşənə kimi ki, bu ölkədə nədir, nə deyil, sənin artıq $200 yox olur. Ancaq ikinci, üçüncü gün $50, $60 günü yola vermək olurdu. Yemək olsun, meyvələri olsun. Çox dadlı kakosları var. Kakos içdim. Taylandlıların. Hə, Taylandlıların. Açıq kakosda dadı içəm. Yox, söhbət Bakıda gedir. Yox. Mən də sevim. Birincisi az qala 2 litrdir. Bir kakosu 2 nəfər içib, yəni bezir də hətta axırına dibinə gələndə deyirsən ya qutar da, yəni o qədərdir. Həm də o qədər şirin, sanki şəkər əlavə edib verirlər. Suya şəkər əlavə edirlər və yəni bildiyiniz marketlərdə hazır kakos şirələrindən kimi dadır. Ancaq gözünün deyil, nəsə qatmırlar. Hə, gözünün qabağında deşir. Hə, deşir, açır, içinə pipet salır, verir ki, iç və içisən sanki hazırlanmış bir məhsuldur. Təbiətdə yəni belə bu qədər dadlı bir İçkinin gəlməsi məni valeh etdi. Yəni mən daha əvvəl bu cür dadlı kakos içməmişdim. Niyə Bangkok və Vyetnam? Yəni Taylandın digər o tərəfləri, qonşuları daha yaxındır da. Yəni Vyetnam. Bu dəqiqə Kamboca ilə müharibədədirlər. Ona görə Taylanda getdinsə getməməyə məsləhətdir Kambocaya deyə düşünürəm. Biz Taylandda 2 şəhərdə olduq. Bir Bangkokda, bir Phuketdə. Digər qonşu ölkələrini araşdırdıq. Bu iki ölkə arasında biraz büdcəni aşır digər ölkələrə getmək. Çinin özü olsun, Yaponiya olsun. Taylandla Vyetnam elə ölkələrdir ki, büdcəni aşmayacaq, ancaq səni yaxşı mənada təəccübləndirəcək bir ölkələri idi. Hansı ölkə daha çox ucuz başı gəlir? Vyetnam daha ucuzdur. Vyetnam daha ucuzdur Taylanddan. Çünki Tayland artıq iqtisadiyyatını turistin üzərində qurub. Tayland üçün artıq hər şey turist yönümlüdür. Turistə bağlıdır və ona görə bilir ki, turist gələndə pul xərcləyir. Ancaq Vyetnama gedirsən, hətta turistik yerlərində belə daha çox lokallara yönümlü qiymətlərdir. Lokal insanların yeyəcəyi yeməklərdir. Məsəl üçün daha az pizza, burger tapırsan Vyetnamda. Daha çox öz yeməklərdir. Ancaq Taylandda girsən, hətta tay yeməkləri verilən yerlərdə də nuggets,
pizza, burger olur ki, birdən uşaqla gələrlər, birdən hansısa turist xoşlanmaz. Yəni onlar sırf artıq turist yönümlü qruplar, ölkənin hər bir şeyini, menyusundan tutmuş restoranlarının şəhərdə olan qiymətlərinə kimi. Məsəl üçün 5 il, 10 il əvvəl Taylanda gedən adam məncə qiymətlərin daha ucuz olduğunu deyə bilərdi. Bəli, var idi. Amma artıq Tayland deyəcəklər Bakıya bahalıq deyil, xeyr, amma yəni Bakı ilə eynidir. Yəni biz nəyə əsasən ucuz bahalını deyirik? Öz ölkəmizin qiymətinə görə də gedirsən, yeməyin bir porsiyasına verdiyin qiyməti deyirsən, bura bahalıdır, mənim ölkəmdə bundan ucuzdur və yaxud da bura ucuzdur, mənim ölkəmdə bundan bahadır. Taylandda artıq Bakı ilə eyni qiymətlər idi restoranlarında. İndi sən özün qərar verəsən. Mən gedirəm orada restoranda mı yemək yeməyə, yoxsa mən gedirəm orada çöldə qoyulan masalarda mı yemək yeməyə? Məsəl üçün bir dənə yeməklərini deyim, crispy chickenləri var. Cashew fındığı var, belə badam. Bəli. Ondan toyuğu şirin sosda hazırlayırlar, çox dadlıdır. Mən onu 2 fərqli yerdə yedim. Birində 350 bat verdim eyni yeməyə, birində 60 bat verdim. Yəni eyni Bakıdakı kimi sən 350 ara 600 ara. Yəni sən orada birində Phuketdə oturmuşduq sahil kənarında və orada mənzərəsi var idi. Alov show göstərirdilər. Mənzərədən əlavə də alov show, nə bilim, özü maraqlı həqiqətən. Orada neft çıxmır axı, o benzini ora gətirməmişsə neçə başı gəlir. O alov show-ya baxıb o crispy chicken-i yeyirsən, ona görə sən ona 350 bat verirsən. Bir də gedirsən, adi masalardır, qoyulubdur, deyirsən filan yemək. Bizdəki dayday kafelər kimi, sadəcə orada dayday kafelerinə hamı girir. Bizdə Tokyo daydaydır. Artıq yalnız daydaylar gedir deyə onun adı elə qalıb. Yəni bildiyimiz zabiqalovka deyirlər, mehmanxanalar. Bizim kafelərimiz zəhmət olmasa bu qədər. Yo, mehmanxanalar. İki yerə bölünür. İki yerə bölünür. Restoranlar başqa. Sən gedib məsəl üçün kababın bir şişini yeyə bilərsən 15-20 manata. Ancaq onlar sənə canlı musiqi, nə bilim, başqa əyləncəli alovlu şovlar. Alovlu şov olmasa da elə tarın notda, ifası altında sən o yeməyi yeyirsən və o pulu verməyə hazırsan. Bir dəfə gedirsən X sayılı bir yerə, deyirsən ağsaqqal gətir, o da sən 2 şişini verir 9 manatdan yeyirsən, yeyib içib gedirsən. Yəni sən özün nə axtardığına bağlıdır. Aydındır. Bu qədər böyük izaha ehtiyac yox. Dil bariyeri yeri gəlmişkən, Taylandda məncə ingilis dilində kifayət qədər daha çox rahat danışırlar. Bəli. Bəs Vyetnamda necədir məsələ? Vyetnamda da danışırlar. Danışmayanlar da əllərində telefonla gəzirlər, özlərinin öz tərcüməsi. Məhəmməd deyəcək, danışmayanları məcbur danışdırırlar. Onlar da yavaş-yavaş öyrənirlər hardasa. Əllərində telefonla gəzirlər, sənə nə sualın varsa ora ingilis dilində deyirsən. Hər 21-ci əsrdə artıq dil bariyerini telefonlar aradan qaldırır. Bu arada Hanoy, yəqin Hanoyda olmusunuz Vyetnamda. Yox, Danang və Hanoy. Neçə gün bəs elədi? Bir həftə olduq hər iki ölkədə. Belə deyək də 3-4 gün hər şəhərə. Kifayət eləyirdi. 3-4 gün kifayət eləyirdi. Vyetnam mənim üçün daha sirli ölkədir hazırda. Bilmirəm, bəlkə kommunizm də orada, bəlkə başqa səbəbdən belə qeyri-adi, fərqli gəlir mənə. Yemək, içmək ayrı, bunlar öz yerində. Bəs gəzmək üçün, bir ailə, bir cütlük üçün oranı maraqlı eləyən nədir? Yemək içməkdən başqa. Təbiəti çox gözəldir. Hal-hazırda hər iki ölkəni soruşursan? Yox, ancaq Vyetnam. Ancaq Vyetnamın təbiəti. Biz orada bir günlük kruiz götürdük. Mənim yoldaşımın ad günü idi yanvarda. Ona görə dostlarımız dedi ki, bir dənə aktivite seçin, onu biz qarşılayaq. Gedin. Biz də kruiz seçdik və bir günlük kruizdə... Dost deyirəm, məsələn. Bir günlük kruizdə... Hələ mənim dostuma baxın. Dostlar, deyir, adam Əhmədin artıq yoldaşla qısqanmağa başlayır. Aha. Biz getdik kruizə və kruizlə sən gedirsən, adanın Zalivdir də, Bosfor, boğazdır. Boğazla gedirsən və o dağlar var, sanki Avatar kinosunda. Düzdür, tam Avatar kinosu ilhamlanıbdır içindəki dağlardan. Ancaq yenə də eyni hissi alırsan da, bir gün boyunca gedirsən və dağlar bitmir. Dağlar da yox, təpələr. Təbiəti çox gözəldir. Yəni bu kruizdə aldığım o ilham, həyat sevgisi, yəni mən bir il bəs eləyər.
Ondan sonra digər yerləri var idi. Məsələn, daha çox Hanoyda şəhəri gəzdik. Şəhəri və tarixi yerləri də. Ancaq Hanoydan çıxmasan, Ho Chi Minh şəhəri var məsələn. Ho Chi Minh şəhəri var. Ora gedənmədik. Hə, mənə dedilər 2 həftədən artıq götürə bilməzsən işte. Yoxsa ora xoş gələrdi sənə. Hə, Ho Chi Minh olmazdı. Xoş getdin olardı. Aha. Maraqlı məsələdir. Müxtəlif Avropa ölkələrində də yaşayıb Əhməd, hətta işləyib, mən deyərdim. Bəli. Və Asiya ölkələrindən indi maraq artıb yeri gəlmişkən, yəni gedirlər. Amma hərçənd Avropadan da bir balaca söhbət eləmək istəyərdim. Çox da Hollandiya haqqında danışmaq istəyərdim, çünki Əhmədin o qədər də bəyənmədiyi Avropa ölkəsidir. Bəli. Niyə? Əhməd ümumiyyətlə Avropanı bəyənmədi. Doğrudan deyirsən, niyə? Bəli. Avropada mən onu başa düşdüm ki, maaşları ona görə yaxşı verirlər ki, başa düşürlər ki, insana maaş verməsən, artıq insan həyatda orada tutulacaq, tutumluq heç nə yoxdur. Heç Avropalıların özü Avropanı bəyənmirlər. Çünki Avropa ölkələri, indi İtaliyanı çıxıram, İtaliya bizə daha yaxındır, yəni daha çox qaynayıb qarışan millətdir. Ancaq bu soyuq ölkələrdə daha çox Finlandiyasıdır, Norveçidir, Hollandiyasıdır, Almaniyasıdır. Bu belə soyuq ölkələr. İnsanlarda da soyuqlaşma gedib. Yəni insanlıq qalmayıb. Necə deyim? Yəni demirəm ki, hə bizdəki kimi kömək yox, sadəcə həyat o qədər standartlara uyğun gedir ki, o qədər sakit və macəra dolu deyil də. Mən də 22 yaşımda düşmüşəm. Mən hələ qanımın qaynayan vaxtı. Mən dünyanı hələ kəşf etmək istəyirəm. Mən hələ insanlar tanımaq istəyirəm. Ona görə Avropadakı olan o stabillik məni yordu, hə. Yəni monoton həyatda. Çox monoton. Yəni bizim cəmiyyət daha maraqlıdır da, mən belə başa düşdüm. Necə gedərsən 60 yaşdan sonra artıq həyatında heç bir irəliləyiş axtarmadın, ta çox sabitliyin axtardığı bir dövrdə köçə bilirsənsə, bu dəqiqə elə eləyirlər onsuz da. Başqa ölkədən varlı insanlar köçürlər İspaniyada, təqaüdlərini orada başa vururlar. Məsələn, təqaüd dövrlərini yaşayırlar İspaniyada, İtaliyanın bəzi cənub şəhərlərində. Niyə? Çünki sabitlikdir. Bəs nədir bu axın? Həm Azərbaycandan, həm digər ölkələrdən, Avropa ölkələrindən axın nə ilə bağlıdır? Sırf maddi səbəblərdir desək, doğrudurmu? Yoxsa məsələn köçüb gəlib yaşayan adamlarla söhbət edirsən də, indi hamının dostu tanışı var Almaniyada, nə bilim İtaliyada da ola bilər, Macaristanda da ola bilər. Adamlar dayanmırlar, yəni tərifləməkdən bitirə bilmirlər bu ölkəni. Bax, bəlkə fərdi yanaşma da var burada, ola bilər. Çox maraqlı nüansdır. Sən o bilirsən nədən asılıdır mən düşünürəm. Sən nəyi qoyub getmişdin və orada sən nə tapdın? Nəyə tapmısan? Hə, o çox individual bir cavabdır. Məsələn, tərifləmək də, pisləmək də. Mən burada pisləyərkən obyektiv yanaşma vermirəm. Bu yəni sırf mənim subyektiv fikrimdir, şəxsi yanaşmamdır. Çünki mən nəyi qoymuşum? Mən burada gözəl ailə, dostlar, perspektivli həyat. Yəni mən universitet bitirmişəm. Mən 4 dil bilirəm. Mən Amerikada tam təqaüdlü təhsil almışam. Mən özüm üçün bu qədər belə deyək, background yığmışam ki, Azərbaycan bazarına hazır bir işçi kimi yetişim. Mən getmişəm Avropada, deyirlər, "Yox, Türkiyənin diplomunu tanımırıq, burada universitet eləməlisən. İngilis dilini burada hamı bilir. Rus dili bizə vacib deyil. Hə, Amerikada oxuyubsuz, lap yaxşı. Biz Amerikanı bəyənmirik." Yəni mənim özüm üçün yığdığım bütün o portfolyo sanki vurdular yerə. Hə, lazımlı bir kadr deyilsən, çünki sən qıraqdan gəlibsən, tanımadığımız X saylı ölkədə təhsil alıbsan, nə bilim belə. Ona görə dedim ki, mən öz necə deyirlər, öz maliyyə çərçivəmdə, öz ailəmin maliyyə çərçivəsində və yaxud da ki, öz biliklərim çərçivəmdə özümə bir həyat qurmaq üçün təhsil almışam, təqaüdlü proqramlara getmişəm. Niyə bunlar sıfır hesab olunsun və deyilsin ki, hə, Əhməd onsuz da Hollandiyada yaşayır da. Yox, bu mənim üçün kifayət qədər qane edici həyat deyildi. Ona görə də çıxdım, gəldim öz ölkəmə. Maraqlı yanaşmadır. Amerikada da eyni vəziyyətdir. Sən Amerikada da bir yaşam təcrübən var. Amerikada yaşam təcrübəm var. Amerikada mən dövlət təqaüdlü proqramın qalibi olmuşdum. 3 mərhələli imtahanı idi.
Və bu 3 mərhələli imtahanın üçündən də keçdikdən sonra tam hər şeyin qarşılanır. Sən orada bir ailəyə verirlər, bir ailədə yaşayırsan, stipendiya verirlər, məktəbə gedirsən. Bu 17 yaşımda baş vermişdi. Elə 17 yaşımda, 18 yaşıma da girdə təzədən geri qaytardılar. Bu sırf sənin təhsilinlə bağlı bir proqram idi. Heç orada qalmaq niyyətim yox idi. Yəni getmişdim tamamilə özdə 11-ci sinifə qədər Gəncədən qıraqda heç harda yaşamamışdım da. Gəncədə böyümüşəm, orta təhsilimi Gəncədə almışam və Gəncədən bir dəfəlik düşürəm Amerikaya. Və Amerika hətta günü bu gündə də mənim şəxsiyyət olaraq formalaşmağımda Amerikanın özü yox. Mənim 17 yaşımda tamam başqa bir ailədə, tamam başqa bir kontinentdə qalmağım mənim fərd olaraq yetişməyimdə çox-çox böyük əhəmiyyətli rolu olub. Ümumiyyətlə mən düşünürəm ki, uşaqların buradan valideynlərə səslənmək istəyirəm. Əgər uşaqların hər hansısa Gördüyünüz sözünüzü qulaq asın, verin başqa ailədə bilsin. Əgər uşaq hər hansısa bir proqram bizdə var axı, yox gedəsən harda, nə edəsən, uşaqlar bir fərddir və onlar fərd kimi yetişməkləri üçün valideynlərin necə deyim belə qanadları altından çıxmalıdırlar. O nə qədər ki o qanadın altında qalır, o uşaq olmağa da davam eləyir. Yəni istəyirlərsə ki, bir 3-4 il sonra, məsələn 18 yaşında, 19 yaşında uşaq 3-4 il sonra artıq valideyndən asılı olmayan bir fərdə çevrilsin, o uşaq gedib tək yaşamalıdır hardasa. Mən elə görürəm. Yəni tək yaşamaq şəxs olaraq formalaşmanın formuludur. Maraqlı məsələdir. Rəhman, gör neyiniz? Avropada da var belə bir təcrübə, Amerikadakı kimi. Necə bir təcrübə? Yəni ailədə qalırsan bir təhsil baxımından. Bu dəqiqə hətta mən artıq son 6-7 ildir ki, təhsildən uzağam. Yəni bu təhsildən. Ancaq mənim dövrümdə o var idisə, indi hətta daha çox şeylər var, daha çox imkanlar var ki, uşaqlar getsinlər, necə deyirlər, bircə inkişaf etsinlər. Bu dəqiqə dünya inkişaf üzərinə qurulub. Yəni dünya çox sürətlə irəliləyir. 2 il əvvəl tamam başqa şeylər idi, indi başqa şeylər və 2 il sonra da tamam başqa şeylər olacaq. Ona görə gənclərimiz getsinlər, inkişaf eləsin. Aydın məsələdir. Bəs bu darıxdırıcı atmosfer içində Avropalılar özlərini, öz həyatlarını necə maraqlı eləyirlər? 5-ci günlər gedirlər publarda, içirlər. İçmək də normal içmək yox ha. Yəni çox pis içirlər onlar. Səhərsi günü xatırlamayacaq qədər. Hətta insan o həmin pubların yanında 5-ci gün işdən gələndə, yəni mən belə oğlanlığımdan narahat hissi keçirdim ki, yəni bu insanlar içəridə niyə bu qədər insana məxsus olmayan şəkildə əylənirlər. Yəni heç sevmədim onların əylənmə tərzini. 6-cı gündə gəlirlər, 5-ci gündə içdikləri üçün gün ortaya qədər yatırlar. Sonra dururlar, nə bilim 2-3 dənə mənasız seriallarına baxırlar, təzədən yatırlar. Bazar gündə indi evin 1-2 dənə işi varsa görürlər, birinci gün işə. Hələ bunlar 4 günlük iş rejimi arzulayır, yoxsa 3 günlük? Hə 4 gün, 3 günlük işləyəndə nə edirlər ki, digər 2 günü evdədirlər də. Yenə həmin şeylər təkrar olunur. Amma bizə başqa şeylər danışmışlar. Biz televizordan başqa şeylər görürük Avropalılarla bağlı. Bu dəqiqə hətta yeni qabağıma bir bloger çıxmışdı, qadındır. Onlar da ailəsindən Miami'dən geri köçürlər və tam mənim bildirdiyim fikirləri öz bloqunda bizi deyir qınamayın, biz öz ölkəmizdə yaşayırıq. Uşaqlarımız üçün deyilsiz bəlkə dözərdik. Niyə dözək ki? Uşaq biz istədik çıxmağa, yolunu tapdıq, çıxdıq. Uşaqlarım da böyüyəndə istəyəcək, çıxacaq. Yəni mən uşaqlarıma görə nəyəsə dözmək məcbur və həqiqətən də fikirlərində həqiqət var. Artıq biz sevindirici haldır ki, gənclərimiz gedənlər də qayıtmaq istəyənlər var. Ta da mənim kimi, hətta bir dəfə bizim sizdə bir dənə də qonaq olmuşdu. Hüquqşünas, Almaniyadan Azərbaycana köçən hüquqşünas cavan oğlandı. O da məsəl üçün eyni fikirləri səsləndirmişdi. Nə gözəl, yəni gedirlər gənclərimiz, yaşayırlar, qayıdırlar öz ölkələrinə, məhsuldar bir vətəndaş olmağa çalışırlar. Niyə də yox? Mən bir sual vermək istəyirəm. Əhməd, sənin əsl ixtisasın nədir? Mənim əsl ixtisasım Kommunikasiya Fakültəsi, Radio, Televizyon və Sinema ixtisası. Xoş gəlmisən. Yəni yeganə insandır ki, öz ixtisası üzrə heç bir bizim bildiyimiz mediada çalışmır. Yəni tamam başqa bir belə deyək də sahədə çalışır. Yəni çalışsa da belə o sahəsi başqadır.
Ənənəvi mediada deyil. Bəli, ənənəvi mediada daha çox deyil, rəqəmsal content üzərinə. digər- Avropada belə bir imkanın olmurdu. Xeyr, Avropada hər kəs Holland dili istəyir səndən tələb eləyir, amma 5 il əvvəl belə İndi deyildi. dedi ya bunu. Bayaqdan demirdi Holland. Yox, o məncə vaxtımız çatmaz, çünki o 5 il əvvəl belə deyildi. İndi artıq qısa deyim, çox Ukraynadan, Rusiyadan miqrantlar çox olduğu üçün artıq bazar da dəyişmişdi. Hər kəs Holland dili tələb eləyirdi. Mən sənə bir dənə bir şey deyim. Avropada ən böyük çatışmayan məqam nədir? Sən gedib çöldə rahat belə deyək də öz dərdini heç kimə danışa bilmirsən. Gələn həftə heç baxarıq. kimin- Dərdimi heç danışacağam, görüm başa indi düşəcəklər başa məni. düşəcəklər yoxsa özün görəcəksən. Əhməd, təşəkkür edirik sənə və Mənim bir sualım- Mənim də bir sualım var Ha, bu əslində. yaxşı, buyur. Din təşəkkür edim deyim də. Hə, buyur rəsm. Belə başa düşdüm ki, Mən belə başa düşdüm ki, Rəhman sənə pulla bağlı sual verir. Yox. Çünki bizdə orta statik Azərbaycana belə əvvəl təşəkkür eləyirlərsə və bunu xahiş etsə, Nə qədər sonda xərcim pul var. Hə, yəni bu pul məsələsi. Asiya daha rəngarəngdir. Asiya daha rəngarəngdir, Buyur canım. həqiqətən. Asiya daha Buyur. rəngarəngdir Avropadan, bəli. Rəhmanın sənə verə bilməyəcəyi sual mən verim. Təxminən 2 nəfərə xərciniz nə qədər çıxdı? 2 nəfərə xərcimiz biletlər daxil 2 ölkə üçün 2 həftə 6500-6000 manat arası. Manat Bəli. 6000-6500 manat Bəli. arası. Adam başı yox, 2 nəfər. Sən onun 2 minini Rəhmanla bizə versəydin, o Zaviya paltarını geyinib özümüz səni burada Mehtavı yaşada bilərdik. Düyüdən bir də. Amma yox, əslində bir də yaxşı və maraqlı məsələdir, təcrübədir və uçuş saat nə qədərəcək? 16 saatdan çox. 16 saat. Bəli. Elə çox deyəndə 16 saat təxmini. Belə. Bura yaxşıdır dostlar. Oturmuşuq yerimizdə. Amma dünyanın hər tərəfini görmək də maraqlı bir məsələdir. Uğurlar, təşəkkür edirəm sənə və növbəti bol səfərlərini gözləyirik. Amma bu səfər öz hesabına yox, məzuniyyətdə istifadə eləyərsən bu səfərlərdə. Görüşərik dostlar. Müğayət olun özünüzdən.